İşə alımla bağlı olan bu videoya yəqin baxmısınız. Zahid düzmü başa düşürəm? Sən deyirsən ki, məni işə götürün, gəlim sizdə öyrənim. Təcrübəsi hal-hazırda Yəni ədalətli bir sualım var. Universitetdə sən nə ilə məşğul idin? Dedim bəlkə zarafatdır. Onda indi SMM-a niyə gəlirsən? Və yaxud da teatral nəyisə çəkiblər, axıra qədər baxım. Yox, gördüm ki, harasa ciddiyyət də var. Oradakı o gördüyünüz şəxsi o qədər tənqid edirlər ki, lazımsız o qədər tənqidlər var ki, adam şaşır ki, bu nə demək? Sözünü deməyə imkan vermirlər. Sən universitetdə nə iş görürdün? Oradan bəlkə də harasa haqlılıq payı var, amma qarşıdakına o pressing nəyə lazım? O təzyiq altında saxlamaq nəyə lazımdır ki? O olur, stres altında intervyu. Amma başqa yerlərdə, yəni SMM alırsansa, bunu deməyə ehtiyac yoxdur. Orada bir xanım gəlib geyinib onun geyiminə. Sen şu an bizim yerimizde olsan kendine ne derdin? Bu kılık kıyafetle. Hatice Hanım insaflı davrandı sana. Gömleğin belinde diyelim şu an. Sahilde yürüyüşte ya da bir konserde miyiz? Əgər sən kimisə geyiminə qarışacaqsansa, özün elə bil qəssabsan, ət doğrayacaqsan, belə bura çəkməyəcəksən və yaxud da biri də orada penjama kimi paltarda gəlib orada, o da onun bir geyiminə qarışır və yaxud da orada başqa birisi var, oğlan əlinə bandaj taxıb ona qarışır. Öncelikli olarak geçmiş olsun Sait. Neden? Teşekkürler. Bir de Sağ bileğinde o bandaj var ya, herhalde sakatlanmışsın diye düşünüyorum. Daha dəhşətli bilirsiniz necədir? Kimisə tənqid edirlər, onları işə götürürlər axırda. Kimi ki tənqid eləmirlər, onları işə götürmürlər. Hətta orada bir qız var, universitetdə oxuyur. Ona deyirlər, yox sən universitetdə oxuyursan. Birində deyirlər sənin bacarığın nədir? CV yazılıb da, CV-də baxmırdın sən kimi çağırmısan. Yəni gənclər, sizə inandırım ki, gedəcəyiniz çox iş yerdə bundan fərqli deyil. Çünki insan resursları bəzən kiminsə öz sevgilisini insan resursu qoyur, kimsə xalası oğlunu qoyur, kimsə nə bilim yaxınını qoyur. Əmək məcəlləsini bilmək insan resursları bilmək demək deyil. İnsan resursları bilmək Azərbaycan mədəni dəyərlərini, psixologiyanı bilməkdir.